Salam, bugünkü mövzumuz Azərbaycan tarixindən Azərbaycan SSR 1970-1980-ci illərdə mövzusudur. Azərbaycan SSR-yə 1953-cü ilə qədər Mirzəfər Bağırov, 1954-1959-cu illərdə İmam Mustafayev, İmam Mustafayevdən sonra isə 1954-1963-cü illərdə Vəli Axundov rəhbərlik etmişdi. Vəli Axundovdan sonra 1969-1982-ci illərdə Heydər Əliyev Azərbaycan Kommunist Partiyasının katibi olmuşdu. Həmçinin 1982-dən 1988-ci ilə qədər Azərbaycan SSR-yə Kamran Bağırov rəhbərlik etmişdi. 1969-cu ildə Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi vəzifəsinə Heydər Əliyev gətirildi. Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildi. Heydər Əliyev 1979-cu ildə SSR Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvlüyünə namizəd seçildi. Həmçinin Heydər Əliyev 1982-ci ildə SSR Nazirlər Sovetinin birinci müavini vəzifəsinə də təyin edildi. Siyasi Bürosunun özü seçildi, SSR Nazirlər Sovetinin birinci müavini vəzifəsinə gətirildi. Heydər Əliyev Azərbaycan Kommunist Partiyasının rəhbəri kimi fəaliyyətə başlayan kimi ciddi islahatlara başladı. İlk öncə ciddi kadr dəyişikliyi etdi. Heydər Əliyevin hakimiyyəti dövründə Respublikanın idarəçilik sistemi gücləndirildi. Layiqətli və savadlı gənclər dövlət idarəçiliyinə cəlb edildi. Həmçinin Heydər Əliyevin rəhbərliyi dövründə SSR-də ilk dəfə vəzifədən sui-istifadə hallarına qarşı mübarizəyə başladıldı. Heydər Əliyevin hakimiyyəti dövründə rüşvətxorluq, korrupsiyaya qarşı da ölkədə mübarizə gücləndirildi. Heydər Əliyevin diqqət sistemində olan əsas sahələrdən biri də ölkənin hüquq bazasının yaradılması və möhkəmləndirilməsindən ibarət idi. Ona görə də Heydər Əliyevin rəhbərliyi dövründə qanunverici orqanlara ən bacarıqlı insanların seçilməsinə imkan yaradıldı. Bunun nəticəsində savadlı və potensiallı gənclər qanunverici orqanlara seçildi. Milli kadr potensialının möhkəmləndirilməsinə də diqqət yetirildi və bunun nəticəsində Heydər Əliyevin rəhbərliyi dövründə gənclər SSR-nin bir sıra nüfuzlu ali məktəblərinə təhsil almağa göndərildi. Bu da mühüm əhəmiyyət kəsb edən hadisələrdən biridir. Heydər Əliyevin dövründə Azərbaycan SSR-nin 3-cü konstitusiyası qəbul edildi. SSR-nin 3-cü konstitusiyası 1977, Azərbaycan SSR-nin 3-cü konstitusiyası isə 1978-ci ildə qəbul edilmişdi və Heydər Əliyevin səyi nəticəsində Azərbaycan dili konstitusiyada dövlət dili kimi qaldı. Həmçinin Heydər Əliyevin təşəbbüsü ilə 1971-ci ildə Bakıda Cəmşid Naxçıvanski adına hərbi məktəbdə açıldı. Bu da gələcəkdə Azərbaycanda hərbi kadrların yetişdirilməsi işində mühüm rol oynadı. Heydər Əliyevin dövründə əsas hadisələrdən biri də mədəni irsə sahib çıxma prosesi sürətləndi. Heydər Əliyev mədəni irsə xüsusilə diqqət yetirirdi. Heydər Əliyevin dövründə Bakı şəhəri Lenin ordeni ilə təltif edildi. Bilirik ki, Bakı şəhəri 2-ci Dünya müharibəsi dövründə müharibənin qazanılmasında mühüm rol oynayan şəhərlərdən biridir. Bakı nefti sahəsində müharibədə böyük üstünlük əldə edilmişdi. Bakı şəhərinə 2-ci Dünya müharibəsi dövründə qəhrəman şəhər adı verilməsə də, Heydər Əliyevin səyləri nəticəsində sonrakı dövrdə 1978-ci ildə Bakı şəhəri Lenin ordeni ilə təltif edildi. Azərbaycanın Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycanın dahi şairi Nizami Gəncəvinin irsi yenidən öyrənilməyə başladı. Bu haqda 1977-ci ildən başlamışdı. Bu dövrdə Azərbaycanın görkəmli şairlərindən olan Hüseyn Cavidin cəsədi, nəşinin qalıqları İrkutsk vilayətindən gətirilərək Naxçıvanda dəfin edildi. Həmçinin ədibin Naxçıvanda muzeyi də yaradıldı. Həmçinin digər Azərbaycanın görkəmli şəxslərinin də heykəlləri qoyuldu, muzeyləri açıldı, onlara qarşı xatirə abidəsi ucaldıldı. 1970-80-ci illərdə
Bakıda Üzeyir Hacıbəylinin, Səməd Vurğunun, Zəfər Cabbarlının ev muzeyləri fəaliyyətə başladı. Həmçinin Şuşada Bülbülün ev muzeyləri açıldı. Dahi Azərbaycan şairlərindən biri olan Natavanın da heykəli qoyulmuşdu. Bu da mühüm əhəmiyyət kəsb edən hadisələrdən biridir. Heydər Əliyevin dövründə də ermənilər Azərbaycana qarşı ərazi iddiaları qaldırmağa çalışırdılar. Lakin Heydər Əliyev SSRİ-dəki rəhbərliyindəki şəxsi nüfuzu ermənilərin ərazi iddialarının keçirilməsi yolunda əsas maneə idi. 1970-ci illərdə ermənilər Dağlıq Qarabağ məsələsini yenidən ortaya atdılar. Bu dövrdə SSRİ-nin 3-cü konstitusiyasının müzakirəsi gedirdi. Heydər Əliyev bu dövrdə Brejnevlə görüşdü və ermənilərin ərazi iddialarının qarşısı yenidən alındı. Heydər Əliyevin rəhbərliyi dövründə Şuşa şəhərinə xüsusilə diqqət yetirildi və Şuşa ümumi ittifaq səviyyəsində artıq kurort şəhərinə çevrildi. 1980-ci ilin əvvəllərində Şuşada Heydər Əliyevin iştirakı ilə Azərbaycanın görkəmli şairlərindən olan Molla Pənah Vaqifin məqbərəsinin açılış mərasimi keçirildi. Bu dövrdə Moskva ermənilərin təhriki ilə Kəlbəcər rayonunun perspektivsizliyi ilə bağlı məsələni müzakirəyə başladı. Lakin Heydər Əliyev 1977-ci ildən Kəlbəcər rayonunun inkişafı ilə bağlı xüsusi tədbirlər gördü və bunun nəticəsində Kəlbəcərin Ermənistana birləşdirilməsinin qarşısı alındı. Nəticədə həm də Kəlbəcərin iqtisadiyyatı sürətlə inkişaf etdi. Erməni iddiaçılarının bu planlarına da Heydər Əliyevin səyləri nəticəsində son qoyuldu. Heydər Əliyevin rəhbərliyi dövründə ermənilərin planları alt-üst oldu. Heydər Əliyevin dövründə iqtisadi sahədə də bir sıra uğurla nailiyyətlər qazanıldı. Heydər Əliyev hakimiyyətə gələnə qədər Azərbaycan SSRİ məkanında bir sıra sosial-iqtisadi göstəricilərə görə ən aşağı səviyyədə idi. Ancaq Heydər Əliyev Azərbaycan rəhbərliyinə gətiriləndən sonra Azərbaycan SSRİ-ni bir sıra qabaqcıl ölkələrdir qabaqlayaraq ön plana keçməyə başladı. Heydər Əliyevin dövründə Azərbaycan SSRİ ən iri elektrotexnika sənaye mərkəzlərindən biri oldu. Bakıda ən mühüm zavodlardan biri olan Bakıda Məişət Kondisionerlər Zavodu fəaliyyət tikildi. Məişət Kondisionerlər Zavodu SSRİ məkanında ən böyük kondisioner zavodu idi. 20-ci əsrin 60-cı illərin ikinci yarısında Azərbaycanda neft sənayesində durğunluq yarandı. Azərbaycan neft sənayesində 20-ci əsrin 60-cı illərin ikinci yarısında durğunluğun yaranmasının səbəbi nə idi? Qərbi Sibirdə yeni neft yataqlarının aşkar edilməsi, bir də yanacaq sənayesinin inkişafına kifayət qədər vəsaitin ayrılmaması neft sənayesinin inkişafına mane olurdu. Lakin Heydər Əliyev hakimiyyətə gələn kimi neft sənayesinin inkişafı da diqqət mərkəzində saxlanılan sahələrdən biri oldu. Azərbaycan sənayesinin inkişafında Bakının aparıcı rolu saxlanmaqla bir sıra şəhərlərin inkişafına xüsusilə də diqqət yetirildi və Sumqayıtda, Mingəçevirdə, Gəncədə, Naxçıvanda yeni sənaye müəssisələri tikilib istifadəyə verildi. Bunun nəticəsində bu şəhərlərdə daha da inkişaf etməyə başladı. Nəqliyyat sahəsində də bu dövrdə bir sıra uğurlu addımlar atılmışdı. 1979-cu ildə Ağdam-Xankəndi dəmir yolunun çəkilişi başa çatdırıldı. Heydər Əliyevin hakimiyyəti dövründə kənd təsərrüfatının inkişafına da xüsusi diqqət yetirildi. Bunun nəticəsində 1970-1980-ci illərdə hidrotexniki komplekslər və suvarma kanalları istifadəyə verildi. Respublika üzüm istehsalına görə birinci yerə çıxdı. Barama istehsalına görə ikinci yerə çıxdı. Pambıq toplanışına görə isə dördüncü yerə çıxdı. Bir daha təkrarlayaq. Üzüm istehsalına görə birinci yerə, barama istehsalına görə ikinci yerə, pambıq istehsalına görə isə dördüncü yerə çıxdı. 1971-ci ildə Bakıya Kür çayından su kəməri çəkildi.
Azərbaycan SSR-yə Heydər Əliyevdən sonra 1982-1988-ci illərdə Kamran Bağırov rəhbərlik etmişdi. Kamran Bağırovun dövründə də ölkə iqtisadiyyatını inkişaf etdirmək üçün bir sıra tədbirlər görülmüşdü. Kamran Bağırovun rəhbərliyi dövründə 1983-cü ildə Qrozni-Bakı neft kəməri istifadəyə verildi. Bunun nəticəsində Azərbaycan SSR-nin vahid neft kəmərinə qoşuldu. Bunun nəticəsində Sibir nefti Bakıya axmağa başladı. 1980-ci illərdə təbii qazın çıxarılmasında da uğurlar əldə edildi. Artıq 1980-ci illərin ikinci yarısında Respublikada neft hasilatı sabitləşdi. SSR-in ümumi büdcəsindən alınmış 400 milyon dollar vəsait hesabına Bakı Dərin Dəniz Özürlər Zavodu fəaliyyətə başladı. Bu da mühüm fabrik zavodlardan biridir. Bugünkü günə qədər də öz fəaliyyətini davam etdirir. Nəqliyyat sahəsində də uğurlar qazanıldı. 1986-cı ildə Jevlax-Balakən dəmir yol xəttinin çəkilişi başa çatdırıldı. 1985-ci ildə alkoqolizmə qarşı mübarizəyə başlandı və bunun nəticəsində artıq 1990-cı ilə qədər üzüm sahələrinin böyük əksəriyyəti ləğv edildi. Bu da üzümçülük təsərrüfatının inkişafına həddindən artıq mənfi təsir göstərdi. 1982-ci ildə Brejnevdən sonra SSR rəhbərliyi düz 3 dəfə dəyişdirildi. SSR rəhbərliyinə Çernenko və Andropov gətirildi. Daha sonra isə 1985-ci ildə SSR Komünist Partiyasının birinci katibi vəzifəsinə Mikhail Qarbaçov gətirildi. Artıq 1985-ci ildən SSR-i zəifləməyə və süquta doğru getməyə başladı. Ölkədə artıq durğunluq və böhran meylləri gücləndi. SSR-nin süqutunun və zəifləməsinin səbəbləri nələrdir? Süquta doğru getməsinin səbəbləri daha doğrusu iqtisadi qüdrətinin il-ildən zəifləməsi, bir də ölkənin ictimai-siyasi həyatında baş verən hadisələrdən ibarət idi. Qarbaçov da SSR-nin süqutunun qarşısını almaq üçün bir sıra tədbirlər görməyə qərara gəldi. 1987-ci ildə Qarbaçov yeni xətt siyasətini elan etdi. Yeni xətt siyasətinə əsasən sürətləndirmə, aşkarlıq, demokratikləşdirmə xəttini özündə birləşdirən yenidən qurma adlı islahatlar keçirilməyə başladı. Mikhail Qarbaçovun dövründə islahatlar keçirilməsində başlıca məqsəd nədən ibarət idi? Ölkənin sosial iqtisadi inkişafını sürətləndirmək, inzibati bürokratik sistemin, korrupsiyanın fəaliyyətini zəiflətməkdən ibarət idi. İctimai quruluşu durğunluqdan azad etməkdən ibarət idi. Həmçinin bu dövrdə islahatların keçirilməsində əsas məqsəd də ölkədə Komünist Partiyasına olan inamı artırmaqdan ibarət idi. Bunun üçün də Qarbaçov tərəfindən 4 əsas təklif irəli sürüldü. Hansı təkliflərdir? Hüquqi dövlətin yaranması, hakimiyyətin bölünməsi prinsipinin həyata keçirilməsi, müxtəlif təsərrüfat formalarının qarşılıqlı şəkildə tətbiqi ilə inkişaf etdirilməsi, icarə sistemi, kooperasiyaların formalaşdırılması təklifi irəli sürüldü. Ancaq Qarbaçovun yenidən qurma siyasəti uğursuzluqla nəticələndi. Qarbaçovun yenidən qurma siyasəti nəticəsində ölkə iqtisadiyyatına ciddi zərbə vuruldu. Müəssisələr arasında iqtisadi münasibətlər pozuldu. Müəssisələrdə, fabrik, zavodlardakı istehsallar kəskin şəkildə aşağı düşməyə başladı. Ölkədə iqtisadiyyatın zəifləməsi işsizlik problemi yaratdı. Əvvəlki dövrlərdə saxtalaşdırılmış uydurma tarix yenidən öyrənilməyə başladı. Ölkədə aparılan islahatlar nəticəsində ölkədə Komünist Partiyasının nüfuzu zəiflədi. Bu isə SSR-nin süqutunu daha da sürətləndirən amillərdən biridir. SSR-nin tərkibindəki xalqların özünü dərk prosesinə bu hadisələr böyük təsir göstərdi. Azərbaycan xalqının da milli öyrəniş prosesi bu dövrdə sürətləndi və Azərbaycan xalqı artıq bu dövrdə azadlıq meydanında özünə azadlıq, müstəqillik, suverenlik şüarlarını səsləndirməyə başlamışdı. Bu dövrdə SSR rəhbərliyi milli öyrənişin qarşısını almaq üçün bir sıra tədbirlər görməyə başladı.
və xalqların əsas diqqətini vacib məsələlərdən yayındırmaq üçün milli və dini zəmində qırğınların törədilməsinə başlandı. Milli münaqişə ocaqları yaradıldı. Yenidən yaradılan milli münaqişə ocaqlarından biri də Moskvanın təhriki ilə Dağlıq Qarabağda ermənilərin fəaliyyəti yenidən alovlandı və ermənilər yenidən Azərbaycana qarşı ərazi iddiaları irəli sürməyə başladılar. 1989-cu ildə SSR tarixində ilk dəfə Xalq Deputatları Sovetinə alternativ əsasda seçkilər keçirildi. Azərbaycan SSR də bu seçkilərdə fəal şəkildə iştirak etdi. Bu dərsimizlə bağlı bu qədər.